Salam dəyərli izləyicilər. Bu gün sizinlə tərbiyənin əsas sosial institutları mövzusunda situasiya test tapşırıqları ilə tanış oluruq. Test 1. Bir ailədə 8 yaşlı Əli dərslərini etmək istəmir, tez-tez valideynləri ilə mübahisə edir və onlara qarşı aqressiv davranışlar sərgiləyir. Valideynlər Əlinin hər istəyini yerinə yetirir, ona heç bir məhdudiyyət qoymurlar və dərsləri ilə bağlı tələb etmirlər. Onlar düşünürlər ki, uşaq özü böyüdükcə hər şeyi başa düşər. Əli isə məktəbdə də müəllimlərinə qarşı hörmətsizlik edir və sinif yoldaşları ilə dalaşır. Sual: bu ailədə hansı tərbiyə üsulunun üstünlük təşkil etdiyini düşünürsünüz? Deməli, bizdən tərbiyə üsulunu soruşur. A bəndi avtoritet, yəni demokratik tərbiyə üsulu. B bəndi avtoritar tərbiyə üsulu. C bəndi liberal, yəni həddindən artıq sərbəst tərbiyə üsulu. D bəndi indiferent, yəni səhlənkar tərbiyə üsulu. Liberal tərbiyə üsulu burada daha çox uyğundur, çünki yüksək emosional qəbul etmə və zəif idarə olunma ilə fərqlənir. Qayda və tələbat bu tərbiyə üsulunda demək olar ki, yoxdur və idarə etmə zəifdir. Situasiyada valideynlərin Əlinin hər istəyini yerinə yetirməsi, heç bir məhdudiyyət qoymaması və dərsləri ilə bağlı tələb etməməsi bu üsulun əsas göstəriciləridir. Nəticədə nə olur? Əli özünü idarə etmə bacarıqlarını inkişaf etdirə bilmir və aqressiv davranışlar nümayiş etdirir. Deməli, bizim düzgün cavabımız oldu C variantı, liberal tərbiyə üsulu. İkinci testlə davam edirik. Situasiya tipli testimiz 2-də bizdən soruşulur. 15 yaşlı Ayşə valideynləri tərəfindən hər addımı izlənilir. Anası onun geyiminə, dostlarına, sosial media hesabına nəzarət edir. Ayşənin öz fikrini bildirməsinə nadir hallarda icazə verilir və qərarlar həmişə valideynlər tərəfindən qəbul edilir. Ayşə bu vəziyyətdən sıxılır, lakin valideynlərinə qarşı çıxmağa cəsarət etmir. O çox passiv və qərarsız bir gəncə çevrilir. Sual: bu ailədə müşahidə olunan disharmonik tərbiyə tipi hansıdır? A bəndi hipoteksiya, B bəndi hiperproteksiya, C bəndi tərbiyənin uyğunsuzluğu, D bəndi yüksək mənəvi məsuliyyət. Yoldaşlar, bu hiperproteksiyaya daha çox uyğun gəlir, çünki dediyimiz kimi, çünki burada həddindən artıq çox olan valideyn qayğısı ilə proteksiyanın yüksək forması uşağa qarşı emosional münasibətdən yayınma ilə xarakterizə olunur. Situasiyada valideynlərin Ayşənin hər addımına nəzarət etməsi, ona sərbəstlik verməməsi və qərarları valideyn tərəfindən qəbul edilməsi hiperproteksiyanın əsas əlamətləridir. Bu uşaqda passivlik və qərarsızlıq yaradır. Test 3. Burada bizdən soruşulur. 10 yaşlı Samir valideynləri tərəfindən tamamilə diqqətdən kənarda qalıb. Valideynlər hər ikisi işləyir və Samirin dərsləri, məktəbdəki vəziyyəti, dostları ilə maraqlanmırlar. Samir tez-tez məktəbə getmir, evdə tək qalır və vaxtını kompüter oyunları ilə keçirir. Onun geyimi səliqəsizdir və gigiyena qaydalarına riayət etmir. Valideynlər Samirin problemlərindən xəbərsizdirlər. Sual olunur ki, bu situasiya hansı disharmonik tərbiyə tipinə uyğundur? A bəndi hiperproteksiya, B bəndi hipoteksiya, C bəndi hipersosiallaşdırılmış tərbiyə, D bəndi mədəniyyətə daha çox önəm verən tərbiyə üsulu. Yoldaşlar, burada düzgün cavab B bəndi hipoteksiyadır. Çünki hipoteksiya diqqət qayğının, qiymət və yoxlamanın, uşağın fəaliyyətinə qarşı valideyn tərəfindən marağın olmamasında xarakterizə olunur. Uşağın tələbatlarının ödənilməsinin çatışmazlığı, uşağın təzahür edən mənfi emosionaları ilə xarakterizə olunur. Situasiyada valideynlərin Samirin həyatı ilə maraqlanmaması, dərslərinə nəzarət etməməsi və onun problemindən belə xəbərsiz olması hipoteksiyanın klassik nümunəsidir. Deməli, düzgün cavabımız B variantı.
Situasiya 4. Bir ailədə ata uşağın futbol oynamasını istəyir və onu məşqlərə aparır. Ana isə uşağın musiqi ilə məşğul olmasını arzulayır və onu musiqi dərslərinə yazdırır. Uşaq hər iki fəaliyyətdə məşğul olmaqda çətinlik çəkir və hansını seçəcəyini bilmir. Valideynlər arasında bu mövzuda tez-tez mübahisələr yaranır. Sual olunur: bu ailədə tərbiyənin disharmoniya tipinin hansı var? A bəndi hiperproteksiya, B bəndi hipoteksiya, C bəndi tərbiyə uyğunsuzluğu, D bəndi isə yüksək mənəvi məsuliyyət. Burada tərbiyə uyğunsuzluğudur yoldaşlar, çünki ailənin ayrı-ayrı üzvlərinin özünü gerçəkləşdirilməsində fərqli məqamlar var və fərqli tərbiyə və fərqli dünya görüş mövcudluğu özünü göstərir. Situasiyada ata və ananın uşağın gələcəyi ilə bağlı fərqli istəkləri və bu səbəbdən yaranan mübahisələr tərbiyənin uyğunsuzluğuna gətirib çıxarır və bu da uşaqda çaşqınlıq yaradır. Nəticə olaraq. Situasiya 5. 12 yaşlı Nərmin çox istedadlı bir uşaqdır, lakin valideynləri onun istedadını nəzərə almadan yalnız yüksək qiymətlər almasını və nüfuzlu bir universitetə daxil olmasını tələb edirlər. Onlar Nərminin hər hansı bir hobbi ilə məşğul olmasına icazə vermir, bütün vaxtını dərslərinə sərf etməsini tələb edirlər. Nərmin bu təzyiq altında stres yaşayır və özünü xoşbəxt hiss etmir. Sual: bu situasiyada hansı disharmonik tərbiyə tipi var? A bəndi liberal tərbiyə, B bəndi yüksək mənəvi məsuliyyət ilə fərqlənən tərbiyə tipi, C bəndi indiferent tərbiyə, D bəndi hipoteksiya. Düzgün cavabımız B variantıdır. Yüksək mənəvi məsuliyyət ilə fərqlənən tərbiyə tipi. Çünki uşağın fərdi xüsusiyyətlərinin və yaşından asılı olmayaraq onun qarşısında yüksək tələbatların qoyulması ilə fərqlənir. Situasiyada valideynlərin Nərminin istedadını nəzərə almadan yalnız akademik uğura fokuslanması və ona həddindən artıq tələblər qoyulması bu tərbiyənin göstəricisidir. Bu uşaqda stres və narazılıq hissi yaradır. Situasiya 6. Bir məktəbdə müəllim şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almadan bütün sinifə eyni tapşırıqlar verir və eyni standartlarla qiymətləndirir. Bəzi şagirdlər bu yanaşmadan faydalansa da, digərləri öz potensialını reallaşdıra bilmir və motivasiyaları itir. Müəllim hesab edir ki, məktəb qaydaları hər kəs üçün eynidir. Sual: mətnə əsasən məktəbin tərbiyə institutu kimi əsas çatışmazlığı nədir? A bəndi pedaqoqların valideynlərlə işləmə bacarığının olmaması, B bəndi birgə fəaliyyətin mövcud olmaması, C bəndi hər uşağın fərdi psixoloji xüsusiyyətinin nəzərə alınmaması, D bəndi təhsil proseslərinin dövlət standartlarına əsaslanması. Burada cavab C variantıdır. Hər bir uşağın fərdi psixoloji xüsusiyyətinin nəzərə alınmaması. Məktəbin institut kimi olması üçün əsas çatışmazlıq ondan ibarətdir ki, burada ayrı seçkilik yoxdur. Yəni məktəb işçiləri üçün bütün uşaqlar bərabərdir. Burada hər bir uşağın fərdi psixoloji xüsusiyyəti nəzərə alınmır. Situasiyada müəllimin bütün şagirdlərə eyni yanaşması və bu çatışmazlığı özündə əks etdirir. Bəzi şagirdlərin motivasiyasının zamanla azalmasına belə səbəb ola bilir. Situasiya 7 ilə davam edirik. Bir psixoloq ailə və məktəb arasında effektiv əməkdaşlıq qurmaq istəyir. O, valideynləri məktəb həyatına cəlb etmək və uşaqların inkişafına birgə dəstək vermək üçün hansı addımları atmalıdır? Sual belədir: mətnə əsasən effektiv məktəb-ailə əməkdaşlığının əsas psixoloji şərtlərindən biri hansıdır? A bəndi valideynlərin yalnız məktəb iclaslarına qatılması, B bəndi pedaqoqda uşağın taleyinə marağın və valideyn qrupları ilə işləmə bacarığının mövcudluğu, C bəndi məktəbin bütün tərbiyə işini öz üzərinə götürməsi, D bəndi valideynlərin uşaqların dərslərinə müdaxilə etməməsi. Burada düzgün cavab B variantıdır. Pedaqoqda uşağın taleyinə marağın və valideyn qrupları ilə işləmə bacarığının mövcudluğu. Çünki effektiv ailə-məktəb əməkdaşlığının əsas psixoloji şərtləri arasında pedaqoqda uşağın taleyinə və
Valideynləri özünə cəlb edəcək pedaqoji mütəxəssisliyə marağın və hər bir valideyn qrupu ilə işləmə bacarığının mövcudluğu vardır. Bu valideynləri məktəb həyatına cəlb etmək üçün müəllimlərin aktiv rolunu özündə cəmləşdirmişdir. Situasiya tipli testimiz 8. 14 yaşlı Elmar məktəbdə orta qiymətli oxuyur, lakin Robotexnika Dərnəyinə böyük maraq göstərir və orada çoxlu uğurları var. Valideynləri onun marağını dəstəkləyir və dərnək fəaliyyətinə vaxt ayırmasına şərait yaradırlar. Elmar dərnəkdə özünü daha sərbəst və xoşbəxt hiss edir. Yeni dostlar qazanır və özünə inamı artırır. Sual belədir, yoldaşlar. Elmarın Robotexnika Dərnəyindəki fəaliyyəti tərbiyənin hansı institutuna aiddir və onun əsas xüsusiyyəti nədir? A bəndi məktəb institutu informasiya yönümlüdür. Xeyr. B bəndi ailə institutu emosional dəstək verir. Düzdür, emosional dəstək var, amma tam olaraq ailə institutu hesab olunmur bu situasiya. C bəndi məktəbdən kənar tərbiyə, praktik bacarıq və yaradıcılıq yönümlüdür. Bəli, C variantı uyğundur. D bəndi kütləvi informasiya, KİV-lər, yəni ideoloji təsir göstərir. Xeyr. Düzgün cavabımız dediyimiz kimi C variantıdır. Məktəbdən kənar tərbiyə, praktik bacarıq və yaradıcılıq yönümlüdür. Çünki burada uşağın özünü təsdiqi üçün rahat bir mühit vardır. Bununla yanaşı praktik bacarıq və yaradıcılıq yönümlü olduğu da qeyd olunur. Elmarın Robotexnika Dərnəyindəki fəaliyyəti məhz bu iki xüsusiyyəti özündə əks etdirir. Onun maraqları inkişaf etdirilir və özünə inamı artır. Situasiya 9. Situasiya 9-da deyilir, bir ailədə valideynlər uşaqların hər istəyini dinləyir, onlarla açıq dialoq qurur, lakin eyni zamanda müəyyən qaydalar və məhdudiyyətlər qoyurlar. Uşaqların yaşlarına uyğun olaraq müstəqillikləri dəstəklənir, lakin nəzarət də tamamilə itirilmir. Uşaqlar özlərini güvəndə hiss edir və valideynləri ilə münasibətləri sağlamdır. Bu ailədə hansı tərbiyə üsulu tətbiq olunur? A bəndi avtoritar tərbiyə, B bəndi liberal tərbiyə, C bəndi avtoritet tərbiyə, yəni demokratik tərbiyə, D bəndi indiferent tərbiyə. Düzgün cavabımız avtoritet, yəni demokratik tərbiyədir. Avtoritet, demokratik tərbiyə üsulu uşağın emosional baxımdan qəbul olunması və onun idarə olunması ilə seçilir. Avtoritet valideynlər demokratik ünsiyyət üsulundan istifadə edir. Uşağın artan komponentliyinə əsasən onların tələbatları da dəyişə bilər. Situasiyada valideynlərin uşaqları dinləməsi, açıq dialoq qurması, həmçinin qaydalar qoyması, bununla yanaşı müstəqilliyin də dəstəklənməsi avtoritet üslubun əsas xüsusiyyətidir. Nəticədə sağlam və güvənilir münasibətlərin yaranmasına gətirib çıxarır. Situasiya 10 və hələ ki sonuncu testimiz. Situasiya 10-da deyilir. Bir psixoloq məktəb və məktəbdən kənar tərbiyənin fərqlərini valideynlərə izah etmək istəyir. O valideynlərə məktəbdən kənar tərbiyənin əsas üstünlüyünü necə çatdırmalıdır? Sual: mətnə əsasən məktəbdən kənar tərbiyənin əsas fərqləndirən xüsusiyyətini qeyd edin. Deməli, yoldaşlar, bu xüsusiyyətlərdən biri məktəbdən kənar tərbiyənin əsas xüsusiyyətidir. A bəndi uşaqların formal yaş əlamətinə görə qruplaşdırılması. Bu, məktəbdən kənarın deyil, məktəb təhsil mühitinin, yəni formal təhsil mühitin əsas xüsusiyyətidir. B bəndi təhsil proseslərinin dövlət standartları ilə həyata keçirilməsi. Əgər dövlət standartları ifadəsi varsa, bu da formal təhsilə aiddir. C bəndi praktik bacarıq və yaradıcılıq yönümlüdür. Bəli, düzgün cavabımız C variantıdır. Praktik yaradıcılıq, bacarıq, bunların olması məktəbdən kənar tərbiyənin əsas xüsusiyyətidir. D bəndi informasiya istiqamətinin prioritet olması isə bu formal təhsilə aiddir. Burada dedik praktik bacarıq və yaradıcılıq yönümlü olmasıdır. Çünki praktik bacarıq və yaradıcılıq yönümlüdür. Məktəb isə informasiya və bilik yönümlüdür. Psixoloqlar valideynlərə məktəbdən kənar tərbiyənin
uşağın praktik bacarıqlarını və yaradıcılıqlarını inkişaf etdirdiyi rolunu vurğulayır. Sonda doğru cavablar bunlardır. Diqqətiniz üçün təşəkkür edirəm.